Namaz qılmaq istəyən kəs qiblənin hansı istiqamətdə olduğuna əmin olana qədər axtarmalıdır və ya iki ədalətli şəxsin deməyi ilə də qibləni tapa bilər. Yox, əgər bu vasitələrin heç biri yoxdursa, o zaman müsəlmanların qəbrinin istiqaməti, məscidlərin qibləgahı və yaxud da alimlərin buyruğuna əsasən doğru işləyən kompaslar da qiblənin tapılması üçün kifayət eləyir. Qiblənin hansı istiqamətə olduğuna gümanı olan şəxs əgər daha güclü bir güman tapsa, o zaman əvvəlkinə əməl edə bilməz. Məsələn, insan bir evə qonaq gedibdir və ev yiyəsindən qibləni soruşur. Ev yiyəsi qiblənin bu şəkildə olduğunu söyləyir. Lakin o kəs əgər əlində olan düzgün işləyən kompas vasitəsilə qibləni daha dəqiq tapsa, o zaman ev yiyəsinin dediyinə əməl etməməlidir.